Deməli, uşaqlar, bugün keçirik 20-ci əsrin əvvəlində Azərbaycan və burada Azərbaycan 20-ci əsrin əvvəlində sənayenin vəziyyəti və kənd təsərrüfatı haqqında danışırıq. Sənayenin vəziyyəti 20-ci əsrin əvvəlində bilirsiniz ki, o dövrdə Azərbaycanda əsas inkişaf edən neft sənayesi idi və 20-ci əsrin əvvəlində, yəni 1900-1901-ci illərdə Azərbaycan neft istehsalına görə dünyada birinci yerdə idi. Neft sahəsi inkişaf etmişdir. Neft sənayesində həm milli kapital, həm də ki, milli burjuaziya nümayəndələri, həm də xarici şirkətlər, xarici kapital əsas rol oynayırdı. Lakin 1900-1903-cü illər dünyada baş verən iqtisadi böhran ona gətirib çıxardı ki, Azərbaycan və Azərbaycanda neft istehsalı kəskin şəkildə aşağı düşdü. Dünya iqtisadi böhranı ümumiyyətlə bu tələb və təklif arasındakı əlaqənin pozulması, həddən artıq çox istehsalın baş verməsi və bir növ dəyərsizləşmədir. Dünya iqtisadi böhranı Azərbaycanın neft sənayesinə, baxın, burada biz iki dənə anlayış keçirik. İstehsalın təmərküzləşməsi və iri inhisarların yaranması. İstehsalın təmərküzləşməsi odur ki, əslində kəsər mövzuların birində sizə demişdim. Kiçik müəssisələr bağlanır, yəni ki, böhranı tab gətirə bilmir və böyük müəssisələrdə birləşirlər. Yəni, kiçik müəssisələr iflas edir. Bu adlanır istehsalın təmərküzləşməsi, istehsalın təmərküzləşməsi adlanır. Eyni zamanda inhisarlar da ki, yenə də iri inhisar birliklər, yəni ki, iri neft şirkətləri və ya bir neçə neft şirkətinin birləşməsi nəticəsində də iri inhisarlar meydana gəlirdi. Azərbaycanda olan bu dövrdə xarici neft inhisarları, neft şirkətləri, məsələn, Standard Oil var idi, ABŞ-ın və digər 1912-ci ildə yaradılmış və digər şirkətlər var idi. Neft sənayesi, dediyimiz kimi, dünya iqtisadi böhranından sonra kəskin aşağı düşür və Azərbaycan öz birinciliyini itirərək dünyada ikinci yerə çıxır. Birinci yer isə Amerika Birləşmiş Ştatlarının neft istehsalına görə. Eyni zamanda neft sənayesində, neftin çıxarılmasında deməli, texnologiyaların tətbiqi də dünya iqtisadi böhranına görə zəifliyir. Digər sahələr hansılardır? İpəkçilik, balıqçılıq, metallurgiya sənayesi, pambıqçılıq və digər sahələrdir. Bizə burada ən çox testdə düşən odur ki, ipəkçilik və balıqçılıq sənayesində bu dövrdə milli burjuaziya üstünlük təşkil edir. İpəkçilik, pambıqçılıq və balıqçılıq sənayesində. Hansı ki, məsələn, Hacı Zeynalabdin Tağıyev, yadınızdadır, demişdi, İngiliz Gubbardın şirkəti var idi. Tağıyev öz neft şirkətlərinin böyük hissəsini, 90-95%-lərini Gubbarda satmışdı, banker Gubbarda. Və özü ipəkçilik, balıqçılıq sənayesinə daha çox yatırım etmişdi. 1900-cü ildə ilk Bakıda toxuculuq fabrikində açmışdı. Balıqçılıq sənayesinin isə fərqli cəhəti o ki, Azərbaycanlı fəhlələrin ən çox çalışdığı sahə, ikinci sahə, məhz balıqçılıq sənayesidir. Azərbaycanlı fəhlələrin ən çox çalışdığı, işlədiyi ikinci sahə balıqçılıqdır. Metallurgiya sənayesi deyəndə, bizə burada metallurgiya sənayesində, yadınızdadırsa demişdik, 1865-ci ildə Gədəbəy mis sərtmə zavodu açılmışdı, 1883-də Qalakən mis saflaşdırma zavodu açılmışdı. Bu, 1865-ci ildə açılan Gədəbəy mis sərtmə zavodunda ağır ən əməyini başlayır elektrik əməyi əvəz eləməyə, bu da məhsuldarlığın artmasına səbəb olur. Qalakənd mis saflaşdırma zavodunda isə Qalakənd çayı üzərində yeni elektrik su stansiyası tikilir və bu da istehsalın artmasına gətirib çıxarır. Lakin, Qalakənd mis saflaşdırma zavoduna əvəz edən müəssisə Rusiyada açıldığı üçün 1906-cı ildə Qalakəndi bağlayırlar. Bir şey də xatırladım sizə, 1883-cü ildə açılan Qalakənd mis saflaşdırma zavodu Rusiyada ilk zavod idi. 1906-cı ildə Rusiyada elə bir zavod açıldığı üçün Qalakənd zavodu bağlanır. Bundan başqa, Tağıyevin
maliyyə yardımı, maliyyə dəstəyi ilə 1917-ci ildə Bakıya Şollar su kəməri çəkilmişdir və Bakının su təchizatında bu kəmər əsas rol oynamışdır. Sənayenin vəziyyəti bu dediyimiz şeylərdir. Testlərə ən çox düşür bizə sualına, qarışdırmamalısınız. 20-ci əsrin əvvəlindəki neft sənayesi inkişaf dövrünü yaşayırdı hələ də. Dünyada birinci yerdədir. 1900-cü illər dünya iqtisadi böhranından sonra isə neft sənayesi zəiflədi və dünyada ikinci yerə çıxdı. Bunlardır, bir də bu dediklərimizi yadda saxlamaq lazımdır. İndi gələk biz kənd təsərrüfatı ilə bağlı məsələlərə. Kənd təsərrüfatı bu dövrdə yadınızdadırsa bilirsiniz təbii ki, 1847-ci il və 1870-ci il kəndli islahatları keçirilmişdir. Hər iki kəndli islahat hansı kəndli qrupuna aid edilmişdir? Dövlət yoxsa sahibkar? Sahibkar kəndlilərinə. Dövlət kəndlilərinə isə aid edilməmişdir. Kənd təsərrüfatından danışmışkən, burada köçürülmə yazmışıq. Köçürülmə nədir? Əhali Rusiya, Çar Rusiyası, hələ də Azərbaycana əhali köçürüldür, Rus əhalinin. Köçürülmədə məqsəd nə ola bilər? Təbii ki, özünə etnik dərək yaratmaq və bir qədər öz ərazisindəki az torpaqlı kəndliləri Azərbaycana köçürüb onlara torpaq sahələri vermək. Köçürülmə zamanı ən çox əziyyət çəkən kim idi? Təbii ki, yerli kəndlilər. Meyilmuğan ərazilərində Azərbaycanlı kəndlilərin torpaqları əlindən alınaraq gətirilən Rus kəndlilərə verilirdi. Biz aqrar qanunlar deyəndə, yeni aqrar qanunlar, kənd təsərrüfatı deyəndə danışmalıyıq dövlət kəndlilərinə. Haradasa sahibkar kəndlilərin 1847-70-ci il islahatlara aid edilmiş, amma dövlət kəndliləri ümumiyyətlə torpaqsız idilər. Onlara 1853-cü ildə bir yerdən başqa yerə köçməyə hüququ ləğv olunmuşdu, sonra da heç torpaq sahəsi verilməmişdi. Məhz buna görə də Çar Rusiyası 1900-cü ildə dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququ verilməsi haqqında qərar qəbul edir. Baxın, dövlət kəndlilərinə icma torpaqları, icma nə idi? Hamının əkib becərdiyi ümumi torpaqlar. Oradan pay ayrılmaqla nəsli istifadə hüququ verir. Yəni, kəndlinin nəslindən, atadan oğlu, oğuldan oğula keçə bilən irsi torpaqlar vermək istəyirdi. Bu, 1900-cü ilin may əsasnaməsinə uyğun olaraq 1903-cü ildə həmin bu dövlət kəndlilərinin torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi prosesi həyata keçirildi. 1903-cü ilin əsasnaməsində deyilir ki, dövlət kəndlilərinə verilən torpaqların sərhədləri müəyyənləşdirilməlidir. Dövlət kəndlilərinə digər müxtəlif, məsələn, müəyyən ayrılan sahələr var idi, meşə, bağ və s. Əlavə kəndlilərə əlavə torpaqlar verilməlidir və həmin torpaqlar kəndlinin mülkiyyətinə pulsuz formada keçməli idi. Bu, 1900-1903-cü ilin dövlət kəndlilərinin torpaq quruluşu haqqında əsasnamədir. Yenə də deyirəm, dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququnun verilməsinə dair. Dövlət kəndliləri yenə də aqrar qanunun nəticəsi olaraq dövlət kəndliləri torpaq sahibi ola bildilər, müəyyən qədər ola bildilər, amma hamısı ola bilmədi. Kəndlilərdə təbəqələşmə gücləndi. Qolçomaqlar nə idi? Varlı kəndlilər idi də. Onlar torpaqların böyük hissəsini ələ keçirdilər və beləliklə yenə də kəndlilərdən torpaqların paylanmasında Çar Rusiyası dövründə uğursuzluqlar qalmaqdaydı. 1912-ci ildə isə aqrar qanunu qəbul edilmişdir. Bu aqrar qanunu nədir? Yadınızda da demişdik ki, 1870-ci il kəndli islahatında sahibkar kəndlilərinə icazə verilir ki, öz pay torpağını satın alsın. Amma həm də demişdik ki, sahibkar kəndlilərində pul hardan idi ki, o qədər pul ödəyib torpağını satın alsın. Çar Rusiyası özündə keçirdiyi islahatda kəndliyə kömək eləmişdi. İpoteka demişdi, ipoteka kimi kömək eləmişdi. Amma Azərbaycanda onu eləməmişdi. Azərbaycanda bu işi 1912-ci ildə edir Çar Rusiyası. 1870-ci ildə, 1912-ci ildə Azərbaycanda sahibkar kəndliləri qalmışlar müvəqqəti mükəlləfiyyətli vəziyyətdə. Yəni ki, müvəqqəti olaraq deməli, həm sahibkara, həm də ki, dövlətə vergi ödəyirlər. 12-ci ildə isə Çar Rusiyası özündəki kimi edir. Qısacası,
Kəndliyə icazə verilirdi ki, öz pay torpağını satın alsın sahibkardan. Hansı pulun qarşılığında həmin pulu dövlət verəcəkdi sahibkara, kəndli də həmin pulu 20 il ərzində xəzinəyə qaytaracaq. Bu artıq oldu ipoteka kimi. 1912-ci il islahatı demək ki, olur ipoteka kimi. Dövlət kəndlinin yerinə sahibkara pul ödəyir, kəndli də həmin pulu 20 il ərzində dövlətə qaytarmalı idi. Beləliklə, müvəqqəti mükəlləfiyyətli vəziyyət ləğv edildi. Azərbaycanda da nəhayət ki, ləğv edildi. 12-13-cü il aqrar qanunu, digər bir qanun isə bir şey də var idi ki, biz demişdik ki, 1870-ci ildə keçirilən islahat Zakat Ala dairəsinə aid edilməmişdir. Və 1912-13-cü illərdə bu islahat Zakat Ala dairəsinə də nəhayət ki, aid edilir. Amma bu islahatların ümumi nəticəsini bizdən soruşsa, kəndlilər heç də torpaq sahibi olmadılar. Çar Rusiyası dağılana qədər Azərbaycanda kəndlərin böyük əksəriyyəti torpaq sahibinə çevrilə bilmədi. Təəssüf ki, bu proses Xalq Cümhuriyyəti dövründə də davam etmişdi. Xalq Cümhuriyyəti aqrar qanun layihəsini həyata keçirə bilməmişdi və kəndlilər bir də torpaqla təmin olundular Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra. Belə, sənayenin vəziyyəti və kənd təsərrüfatı bu qədər.